ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala bu meclisi bereketli eylesin. Ve Allah Teala bizi öz dininde sabit etsin. Ve Allah Teala'dan isterim ki bizi hayırlara müvaffak etsin ve bizi bütün şerlerden korusun. Allah Teala tarafından insana nimetler çoktur. Ve Allah Teala buyurur: "Ve in ta'uddu ni'metallahi la tuhsuha." Eğer Allah'ın nimetlerini saymak isteseniz onu sayabilmezsiniz. Yani Allah Teala nimetlerini insan saymaya acizdir. Şükrünü hiç verebilmez. Ne kadar çalışsa da. Ve Allah Teala'nın nimetlerinden insana bahşettiği ilahi hediyelerden, hansı ki bununla insan bütün hayırları elde eder ve şerlerden uzak olur, korunur. Ve bu Allah Teala tarafından insana verilen en büyük nimetlerdendir. Ve kime bu verirlerse bütün hayırlara müvaffak olar. Dünyada kazanç elde eder ve ahirette de nicat tapar. Ve bununla insan yaşadığı hayatta, bu ömürde, Allah Teala ona verdiği ömürde ahiret yurdunu elde eder. Ve bu da Allah Teala tarafından insana verilen tevfik, müvaffakiyettir. Hansı ki müvaffakiyet, mehrumiyetin, köməksiz qalmanın əksidir. Yani müvaffakiyet, tevfik, əks ise xudulan, yani insanın Allah Teala tarafından köməksiz bırakılmasıdır. Allah'ın yardımının gelmemesidir. Allah Teala Hud suresi 88. ayədə buna işarə edir. Necə ki Hud aleyhissalam, Şuayb aleyhissalam öz qövmünə deyir ki: "O mə tevfiqi illə billah." Mənim müvəffəqiyyətim yalnız Allah Teala'dandır. Allah'ın köməyi ve yardımıyladır. Ve müvəffəqiyyət, tevfik nimeti, değerli, izzetli ve insan için çok çetin olduğuna göre Allah Teala Kur'an'da cemi bir yerde zikretmiştir. Ki o da Hud suresinde. Şuayb aleyhisselam buyurur ki: "Benim müvəffəqiyyetim yalnız Allah'ın köməyi yardımıyladır." Yani hayırlara benim müvəffəq olmağım ancak Allah'ın köməyilədir. Ve şerlerden xilas olmağım, uzak durmağım Allah Teala'nın kömək ve yardımıyladır. Ve hadiste ise Allah Resulü sallallahu aleyhi ve sellem duasında derdi ki: "Ya hayyu ya kayyum." Ey hay, diri olan, hiç vaxt ölmeyen. Kayyum, yani daim kalan ve başka her bir şey saklayan. "Bir rahmetike estağith." Senin rəhmətinlə səndən kömək, yardım istəyirəm. "Aslih li şa'ni kullahu." Mənim bütün işlərimi islah et, düzelt. "Və la tekilni ila nefsi tarfata ayn." Və bir göz qırpımına olsa belə məni öz nəfsimlə baş-başa bırakma. İbn-i Qayyim rahmetullah deyir ki, yani bütün Allah Teala'nı tanıyanlar, Allah'ı bilenler, tanıyanlar icma ediblər ki, tevfik, müvəffəqiyyət odur ki, Allah Teala səni öz nəfsinə bırakmaması. Ve xuzulən odur ki, Allah Teala səni özünə bırakır. Yani kömək ve yardım gelmir. Allah Teala'dan insana kömək ve yardımın gelmemesi insan için xuzuləndir, köməksiz, yardımsız kalmasıdır ki, bununla da insan dünya ve ahiret hayırlarını uduzur ve aksine özüne zarar olan şerlere tərəf üst tutur.
Və bizim həyatda, yaşadığımız həyatda müvəffəqiyyətin nümunələri çoxdur. Və həmçinin insanın Allah Teala'nın yardımından məhrum olmasına nümunələr də çoxdur. Ki Allah Teala'nın yardımı gəlməməsi insanın məhrumiyyətidir. Çox xeyirlərdən insan məhrum olur. Və biz baxsaq həyata, həm özümüzün həyatda əməllərimiz və həmçinin insanların əməlləri görsən ki, müvəffəqiyyət və yaxud da əksi olan köməksiz qalma, məhrumiyyət insan baxanda, düşünəndə açıq-aşkar ortaya çıxır. Və görsən insanlar bu həyatda gecə və gündüzü ötürürlər. Gecələr yuxuda, gündüz də əyləncə və oyunla. Və az qism insanlar isə Allah Teala'nın kömək və yardımı ilə xeyirlərə müvəffəq olur. Görürsən, bəzi insanlar gecəni özlərinə fayda, xeyir verməyən, əksinə zərər verən şeylərlə məşğul olur və sonra da dərin yuxuda sabahlayırlar. Lakin az qism insan isə gecəni Allaha ibadətdə keçirir və sübh namazına hazırlıqla, o niyyətlə yatır. Yatır ki, gecəni sübh namazını cəmaatla məsciddə qılmaq üçün. Və bu cür insanlar imanda sadiq insanlardır. İmanlarında sadiq və həmçinin nifaqdan salamat qalan insanlardır. Çünki fəcr namazına, sübh namazına səhlənkarlıq, xüsusən də əgər məscidə getməyə imkan olduğu halda məscidə cəmaatla namaz qılmağa getməmək nifaq əməllərindəndir. Və yaxud da misal olaraq insan görürsən işindən azad olanda bir müddətlik istirahət götürəndə görürsən səfərə hazırlaşır, harasa öz şəhərindən, öz ölkəsindən kənara çıxır və bunun üçün malını xərcləyir, istirahət üçün, rahatlıq üçün. Lakin digərləri isə bu vaxtı Allaha ibadət etmək üçün ibadət səfərinə çıxır. Ya ümrəyə və yaxud da həc vaxtısa həccə. Allah Teala'nın onlar üçün əmr etdiyi dini ayinləri yerinə yetirmək qəsd edir. Yəni ümrə və yaxud da həcdəki şiddətli izdihamı və həmçinin sağlamlıq baxımından acizliklərini gözə alaraq. Lakin digərləri bəzən bunu bəhanə gətirir. Deyir ki, izdihamdır, şiddətli istidir. Lakin eyni vaxtda görərsən ki, o şiddətli istidə başqa əyləncəvi yerlərdə keçirir. İdman yarışlarına tamaşa etmək üçün izdihama qoşulur. İsti və yaxud da soyuq havada görürsən müəyyən idman yarışlarına baxır, tamaşa edir. Lakin ibadətə gəldikdə isə müəyyən üzürlər gətirir və bu da bizə bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və yaxud da nümunə olaraq insan görsən, iş işləyir, vəzifədir və yaxud da peşədir və yaxud da evdə ailəsi ilə, zürriyyəti ilə vaxt keçirir, söhbət edir və ya bazara çıxır, dükanlar gəzir, alış-veriş edir və namaz vaxtı çatanda görsən, hayyə aləs-salə, namaza tələsin. Allah Teala'nın çağırışına icabət edirlər. Göyün və yerin Rəbbi olan Allah Teala'nın çağırışına icabət edir
ve bu ibadeti yerine getirir. Lakin diğerleri ise yine de eğlence içinde, bu dünya hayatı sanki onun için ebedi hayat imiş, eğlence ve oyunla geçirir. Ve bu da bildirir ki müveffekiyet yalnız Allah Teala'dandır. Ve bu cür misallar saydıkça kurtarmaz. Ki insan bununla anlayır ki hayre, salih amellere müveffek etmek yalnız Allah Teala'nındadır. Ve insanın mehrum olması da, köməksiz, yardımsız qalması da şək yoxdur ki, öz günahlarındandır. Ya niyyətində neysə var, iradə istəyində və yaxud da əməllərində. Yoxsa bu cür fəallıq insanda olmazdı ki, xeyir əməllərə çalışan, xeyir əməllərə ötüşən, yarışanlar kim? Digərləri isə dünya əyləncəsi, müəyyən idman yarışları üçün pul xərcləyir, öndə gedir, izdihama qatılır, şiddətli isti və yaxud da soyuğa baxmadan bu əyləncədə iştirak etmək üçün səy edir. Lakin bu insan müəyyən zikir məclisi olsa, Allah Teala zikr olunan, ahirət yurdu zikr olunan və yaxud da Allah Resulü sallallahu aleyhi ve sellemin hədisləri zikr olunan məclislər zikr olunsa, xatırlansa, görürsən müəyyən bəhanələr gətirir. Üzürlər gətirir. Halbuki Allah Teala Qiyamət surəsində buyurur: "Bəlil insanu ala nefsihi basira velev elqa ma'adira." İnsan özünü yaxşı tanıyır, nə qədər bəhanə, üzür gətirsə də. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Görürsən, bəzən küçədə kimlərləsə söhbət etmək üçün saatlarını keçirir. Ayaq üstə duraraq keçirir və yaxud da müəyyən çayxana, kafelərdə saatlarını keçirir və yaxud da müəyyən idman yarışlarını izləmək üçün, lakin məsciddə ön səhvə gəlmək üçün tənbəllik edir. Və yaxud da Qur'an öyrənmək üçün yarım saat öz vaxtını ayıra bilmir. Elm məclislərində iştirak etmək üçün və yaxud dinləmək üçün müəyyən vaxtı ayıra bilmir. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və Allah Teala'nın müvəffəqiyyəti insana olmasa, insan yalnız özünə zərər verən şeylərə gedər. Faydalı şeylərdən uzaq olar. Halbuki digərləri gecəni Allaha ibadətdə, səcdədə, qiyamda keçirirlər. Allah Teala'nın ayələrini oxuyurlar və səhər vaxtları Allah Teala'dan istiğfar, bağışlanma diləyirlər. Və Allah Teala'nın onlara verdiyi nemətlərə şükür edirlər. Bu xeyirlərə görə Allah Teala'ya şükrü yerinə yetirirlər. Lakin digərləri isə əksinə əyləncədə keçirir. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və bəzi insanlar görsən öz virdlərini, yəni gündəlik Qur'andan olan payını oxuyur və müəyyən vaxtlardakı zikirləri gecikdirmir, ötürmür və həmçinin dilləri Allah Resulü sallallahu aleyhi ve sellemə salavatla keçir. Lakin başqaları isə dillərində kimlərisə zikr edir. Ya tərifləyir, ya da ki pisləyir. Ya qeybət edir, ya da ki tərif edir insanları, şəxsləri. Kimlərdənsə danışır. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. İnsan nə qədər çalışsa belə, özü bir şeyə malik deyildir. Və biz bilməliyik ki, insan hər sevdiyi şeyi əldə edə bilmir. Və hər rəğbəti, istəyi olan şeyə çata bilmir. Və iman etməyimiz vacibdir ki, yəni bu kainatda baş verən hər bir şey Allah Teala'nın iradə və istəyinə tabidir. Allahın istəyi altındadır. Əgər Allah Teala istəməsə, ağacdan bir yarpaq belə düşə bilməz.
Və buna da misallar çoxdur. İbrahim peyğəmbər idi, Allah Teala'nın elçisi idi. Atasının hidayəti üçün nə qədər çalışdı və ən gözəl, ən incə sözlərlə ona müraciət etdi, ən gözəl üslubla, ən gözəl sözləri seçdi. Və Allah Teala misal olaraq buyurur ki, İbrahim Aleyhisselam deyir, ya əbəti, atacan, inni xafu en yemesseke azabu minər-Rahman. Mən qorxuram ki, Rəhmandan sənə əzab toxunar. Fətəkuna liş-şeytani valiyyə, və sən də şeytana dost olasan. Və atası da ona cavab olaraq deyir ki, la illəm təntehi la arjumannaka vahjurni maliyan. Əgər sən buna son qoymasan, mən səni daşlarla vuracağam. Daşlarla öldürməklə ədələyir. Və atası şirkə razı olur. Tövhiddən uzaq olur. Oğlu İbrahim peyğəmbər olsa da görürsən atasının hidayətinə sahib olmur. Çünki müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və həmçinin Nuh Aleyhisselam oğlu üçün nə qədər çalışır ki, oğlu nicat tapsın. Və Allah Teala'nın əmri ilə gəmi düzəldir və artıq iş çatanda yer öz suyunu çıxarır və göydən, səmadan yağış yağır. Və su qalxanda gəmi dağlar kimi dalğalar arasında üzür və Nuh Aleyhisselam da gəmidə möminlərlə bərabər və oğlu kənarda olur və oğlunu çağırır. Oğlunu çağırır ki, özü ilə gəlsin və xilas olsun, suda qərq olmasın. Və Allah Teala buyurur ki, وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ. O gəmi onları dağlar kimi dalğalar arasında apararkən وَنَادَى نُوحُ إِبْنَهُ və Nuh öz oğlunu çağırır, səsləyir. وَكَانَ فِي مَعْزٍ və oğlu da kənarda idi və deyir ki, ya بُنَيَّ يَرْكَبْ مَعَنَا. Ey oğul, bizimlə bərabər gəmiyə min وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ və kafirlərlə bərabər olma. Lakin oğlu isə öz ağlına güvənir və deyir ki, səavi ilə cəbəlin ya'simuni minəl-mə. Mən dağa sığınacam, dağ məni sudan qoruyacaq. Və İbrahim, Nuh Aleyhisselam deyir ki, la asiməl yevmə min əmrillahi illə mən rahim. Bugün Allahın əmrindən, Allahın rəhm etdiklərindən başqa heç kəs qoruna bilməz. Heç kəs qoruya bilməz. Və halə beynəhuməl mevc və onların arasında dalğa ayırır. Fəkənə minəl muğraqin və o da, oğlu da suda qərq olanlardan olur. Və bu da bildirir ki, insan nə qədər ağlına sığmasa belə vəhyə tabi olmalıdır. Quran və hədislərə tabi olmalıdır. Və ağlına güvənərsə, Nuh Peyğəmbərin oğlu kimi o da qərq olar. Çünki Nuh Peyğəmbərin oğlu ağlına güvəndi. Dedi ki, dağ məni qoruyacaq və vəhyə tabi olmadı və beləcə suda qərq olanlardan oldu. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm əmisi Əbu Talibin hidayəti üçün çalışır. Lakin müvəffəqiyyət Allah Teala'dandır. Və hətta əmisi Əbu Talib öz şeirində deyir ki, وَلَقَدْ عَلِمْتُ بِأَنَّ دِينَ مُحَمَّدٍ مِنْ خَيْرِ أَدْيَانِ الْبَرِيَّةِ dinen. Ben bilirəm ki, Muhammedin dini insanların dinləri içərisində ən xeyirli dindir. Yəni özü bilirdi, lakin müvəffəq olmadır. Nə qədər çalışsa da Peyğəmbər sallallahu aleyhi ve sellem və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və əmisi üçün çox çalışır. Hətta yataqda, ölüm ayağında belə gəlir, onu dəvət edir və deyir ki, əmican, la ilahe illallah denən elə bir kəlmə ki, mən Allah yanında sənə şahid olacağım. Lakin yanında o pis yoldaşlar var idi. Əbu Cəhil və həmçinin Abdullah ibn Əbi Umeyyə. Və onlar deyirlər ki, sən Abdülmuttalibin dinindən dönəcəksən. Və onlar bunu təkrar deyirlər. Və Allah Resulü sallallahu aleyhi ve sellem baxmayaraq ki, dəvət edir və son sözdə olur ki, o Abdülmuttalibin dinindədir. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Halbuki əmisi Peyğəmbər sallallahu aleyhi ve sellem'i müdafiə edirdi.
ve Qureyş kafirləri ona toxuna bilmirdilər. Əmisi müdafiə edirdi və deyirdi ki, sən öz dininə dəvət et, lakin yenə də əmisinin hidayətinə Peyğəmbər sallallahu aleyhi ve sellem müvəffəq olmadı. Lakin əks tərəfdə isə Yahudi uşaq xəstələnir və Allah Resulü sallallahu aleyhi ve sellem gedir onu ziyarət etməyə və o da xəstə idi, ölüm ayağındaydı. Və Allah Resulü sallallahu aleyhi ve sellem ona İslamı ərz edir. Və o da atasına baxır ki, atası görüm nə deyəcək. Atası deyir ki, ata Əbul-Qasim, Əbul-Qasimə itaət elə. Çünki Yahudilərdə elm var idi. Onlar bilirdilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem həqiqətən Allahın elçisidir. Öz kitablarında oxuyurdular. Vəsfləri var idi, bilirdilər. Lakin təkəbbürlüklərindən, inatkarlıqlarından İslamı qəbul etmirlər. Və atası uşağa deyir ki, Əbul-Qasimə itaət et, yəni Allah Resulü sallallahu aleyhi ve sellemə, və o da İslamı qəbul edir. Və ondan sonra ölür və Allah Resulü sallallahu aleyhi ve sellem onun yanından çıxanda deyir ki, Elhamdülillahilləzi ənqədəhu bi minən-nar. Mənim səbəbimlə onu cəhənnəmdən xilas edən Allah Teala həmdə layiqdir. Yəni bunlar da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və əmisi isə Əbu Talib haqqında Allah da ayə nazil edir. İnnəkə la təhdi mən əhbəbdə. Sən sevdiyini hidayət edən deyilsən. Və ləkinnəllah yəhdi mən yəşə. Lakin Allah istədiyini hidayət edir. Yəni, bütün bunlar bildirir ki, insana müvəffəqiyyət olmasa Allah tərəfindən, kömək yardım olmasa insan hər an həlak ola bilər. Və insanın müvəffəqiyyətdən məhrum olmasının əlaməti odur ki, insan haqqı görür, haqqın yolunu bilir və o haqq tərəfə yönəldilir. Sonra o haqq yolunu gedə bilmir, müvəffəq olmur. Hər hansı bir müvəffəqiyyətsizlik səbəbləri olduğu üçün insan haqq yola düzələ bilmir. Bilir ki, bu salih əməldir, yaxşı işdir və yaxud da bilir ki, bu günahdır, haramdır. Yönəldilir kimsə tərəfindən, dəlillər də ona deyilir, lakin o yola müvəffəq ola bilmir. O yola düzələ bilmir, hər hansı bir səbəb var, hər hansı bir günahlar var ki, Allah Teala tərəfindən müvəffəqiyyət gəlmir. Baxın, Abdullah ibn Sələm Yahudi idi, lakin səhabə olur, İslamı qəbul edir. Baxmayaraq ki, Yahudilərin hamısı bilirlər ki, Allah Resulü sallallahu aleyhi ve sellem haqq peyğəmbərdir, lakin müvəffəq olmurlar. Və qəribədir, insan uzun vaxt keçirir, dünyavi işlərlə, hər hansı əyləncələrlə, uzun saatlar ötürür. Bəzən də haram işlərdə vaxtını keçirir saatlarla. Lakin məsciddə imam biraz namazı uzun oxusa, görürsən şikayət dəftəri açır. Və yaxud da imam xütbədə biraz uzun danışsa, az qalır ki, sosial şəbəkədə öz şikayətini yaysın. Halbuki başqa vaxtda əyləncələrlə, bəzən də haramlarla vaxtını keçirir. Və yaxud da insan məscidə getmək üçün vaxt tapa bilmir. Müəyyən bəhanələr, üzürlər gətirir. Lakin eşidəndə ki, haradasa təzə restoran açılıb, yaxşı aşpazı var, yaxşı dadlı kabab bişirir. Görürsən, uzun məsafələr qət edir. Bəzən də bu şəhərdən o şəhərə gedir ki, həmən restoranın yeməklərindən dadmaq üçün. Görürsən, öz nəfsi istəklərini doydurmaq üçün uzun məsafələr qət edir, mal xərcləyir, pul xərcləyir, lakin onun əbədi həyatına, xoşbəxtliyinə səbəb olacaq məscidə, cəmaat namazına isə getməyə müəyyən üzür, bəhanələr gətirir. Və bunlar bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır.
Allah'ın müvəffəqiyyəti olmasa insan özünə xeyir olan şeylərdən uzaq olur. Ancaq zərərli şeylərə tərəf gedir. Və bəzən də görsə insan ömrünün illərini sərf edir. Tədris üçün 15-20 il. Bu tədris üçün ömrünü sərf edir ki, nə vaxtsa müəyyən vəzifə, sənət əldə etmək üçün. Bəzən də öz ailəsindən uzaqda yaşayır ki, bu tədrisi tamamlamaq üçün. İllər sonra müəyyən işə sahib olacaq. Lakin bir neçə dəqiqə əbədi həyatına xoşbəxtlik verəcək, bir neçə dəqiqələri ayırmaq üçün vaxt tapa bilmir ki, Allah Teala'nın ayələrini öyrənsin və yaxud da Allah Resulü sallallahu aleyhi ve sellem hədislərini oxusun, dinləsin. Və bu da bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və buna misallar çoxdur. Saydıkça insan bitirmir, kurtarmır. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin yani her namazdan sonra sahabeye tövsiye etmesi ki yani bu duanı her namazın ardından et. Yani unutma, terk eleme. Ve bu duanı öğretmesi ve bu duaya həris olmağına yöneltmesi, sövq eləməsi bildirir ki, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Ve Allah Resulü sallallahu aleyhi ve sellem Muaz'a deyir ki, her namazın sonunda bu duanı terk etme. Allahümme a'inni ala zikrike ve şukrike ve husni ibadetike. Allah'ım bana yardım et, seni zikretmeye ve sana şükretmeye ve sana güzel ibadet etmeye. Ve bu da bildirir ki insan Allah Teala'dan müvəffəqiyyət olmasa, Allah Teala'nı zikretmək üçün ən yüngül ibadət olan zikir üçün hətta dilini tərpədə bilməz, müvəffəq ola bilməz. Və insan öz həyatında buna şahid olur. Bəzən görürsən, bilirsən ki, bu qısa, yüngül zikirlərdir, yatmamışdan əvvəl olunan və yaxud da məscidə girəndə və ya evə girəndə və yaxud da başqa zikirlər. Görürsən, həftələr keçir, insan bu zikrə müvəffəq olmur. Həftələr, aylar keçir və hərdən oturur və deyir ki, filan zikri eləyə bilmirəm. Müəyyən səbəblər olsa da yuxu, iş, məşğuliyyət, lakin başlıca səbəb odur ki, Allah Teala'dan müvəffəqiyyət yoxdur, müəyyən ola bilsin günahlar var. Və əgər Allah Teala'dan insana kömək yardım olmasa, müvəffəqiyyət olmasa, bizim maddi imkanımız və yaxud da dünyavi nəyəsə sahib olmağımız bizə bir fayda verən deyildir. Əgər Allah Teala'nın kömək yardımı müvəffəqiyyəti olmasa, bizim əldə etdiyimiz, sahib olduğumuz dünyavi mal, mülk və yaxud da hər hansı bir sənədlər, atestat və s. və yaxud da bizim zehnimizin yaxşı olması, düşüncəmizin yaxşı olması, zəkalı olmağımız bunlar heç bir fayda verməyəcək Allah Teala'nın müvəffəqiyyəti olmasa. Necə ki Allah Teala buyurur Əhqaf surəsində فَمَا أَغْنَ عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفِدَةٌ مِنْ شَيْءٍ. Onların nə qulaqları, nə gözləri, nə qəlbləri onlara heç bir fayda vermədi. Ve şair deyir ki, İzə ləm yəkun avnun minallahi lilfətə fəəvvəlu mə yecni aleyhi iştihaduhu. Əgər gənc insana Allah'tan kömək yardım olmasa, ona qarşı birinci cinayət edən öz iştihadı, öz çalışması olacaq. Eğer Allah Teala'nın yardımı, köməyi olmasa, insanı həlak edən birinci öz əməlləri, öz çalışması olacaqdır. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi xeyirlərə, sevdiyi əməllərə müvəffəq etsin və Allah Teala bizə yardım etsin özünü zikr etməyə, şükr etməyə və gözəl ibadət etməyə.
Allah Teala size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.